Zodiac'a aid edilən ilk qətillər 1968-ci il dekabrın 20-sində məktəbli gənclər Beytullu Jensen və David Arthur Faradeyin güllələnməsi idi. Faraday Vallejo liseyində, Jensen isə Hogan liseyində oxuyurdu. Saat 20:30-da Faraday Jenseni götürdü və cütlük əvvəlcə Jensenin bir dostunu ziyarət etdi. Saat 21:00-dan sonra onlar Vallejo'nun kənarına doğru yola çıxdılar və Benisiya şəhərinin sərhədləri daxilində Lake Herman yolu üzərindəki bir aşiq məhəlləsində maşını park etdilər. Saat 22:15 ilə 22:30 arasında yoldan keçən bir sürücü onların bir su nasos stansiyasının darvazasının yaxınlığında çınqıllı yolda park etdiyini gördü. Saat 23:00-da isə onlar yenidən müşahidə olundular. Saat 23:05 ilə 23:10 arasında Faraday və Jensenə hücum edildi. Polis müəyyənləşdirdi ki, hücum edən şəxs öz avtomobilini Faraday'nin maşınının sərnişin tərəfində təxminən 3 metr məsafədə saxlayıb. O, Faraday'nin maşınının ətrafını dolanaraq sürücü tərəfə bir neçə dəfə atəş açıb. Bu atışlardan heç biri Faraday'ə və ya Jensenə dəyməyib. Cütlük maşından çıxmağa cəhd edib. Jensen buna nail olub. Faraday çıxarkən qatil onun başına 22 kalibrli tapanca ilə atəş açıb. Hücum edən şəxs qaçmağa çalışan Jenseni təqib edib və onun kürəyinə 6 dəfə atəş açıb. Yalnız bir güllə hədəfdən yayınıb. Polis hücumun təxminən 2-3 dəqiqə ərzində davam etdiyini qeyd edib. Saat 23:10-da bir sürücü cütlüyün cəsədlərini görüb və dərhal polisə xəbər verib. Jensen hadisə yerində ölmüşdü. Faraday isə hələ nəfəs alırdı, lakin xəstəxanada dünyasını dəyişdi. Hadisənin şahidi yox idi və nə təkər, nə də ayaq izləri tapılmışdı. Polisin çıxara bildiyi yeganə nəticə bu idi ki, hücum bir dəli qatillik niyyəti ilə törədilib. Sonrakı aylarda aparılan geniş miqyaslı istintaqa baxmayaraq heç bir şübhəli tapılmadı. Qətillər mətbuatda geniş şəkildə işıqlandırıldı. Bütün şəhər şok içində idi.